onların əsas narahatçılıqlarından biri odur ki, doktor, bu aralıq nahiyəsində, qasıq nahiyəsində dərinin rəngi niyə tündür? Niyə qaralır? Heç kim istəməz ki, ləkə düşsün orada, o ləkələr əmələ gəlir. Məsləhətim nədir? O ləkələrə qarşı nə etmək olar? Ləkələrə qarşı çay sodası götürürsünüz, içərisinə limon şirəsi sıxırsınız, qarışdırırsınız və həmin nahiyyə çəkirsiniz. Ləkələr olan yerdə, qasıq və aralıq nahiyəsində. Daimi eləsəniz səhər və axşam, bir müddətdən sonra görəcəksiniz o ləkələr ağarmağa başladı və ağardı. Təbii ki, ona vaxt lazımdır, xeyli dərəcədə. O ki, qaldı qaşınmaq üçün mütləq orada onu mən görməliyəm, bilməliyəm, aydınlaşdırmalıyam ki, qaşınmanı verən göbələkdirmi, bitdimi, taxta bitidimi və digər vasitələrdir. Səbəbi nədir? Və yaxud dermatitdirmi, neyrodermitdirmi? Yəni, səbəbini tapandan sonra müalicə eləmək təbii ki, asandır. Ancaq inandırıram ki, çox böyük bir faiz əhali əziyyət çəkir və utandığından demirlər.